Bismillah, dəyərli dostlar, inşallah bu günlər mən sizdən azotlu üzvü birləşmələrdən danışacağam. Bu birləşmə məsələmizə dəyərli dostlar. İndi başlayacağıq aminlərdən danışmağa. Aminlər bəs nədir? Aminlərdə deməli sanki buna bir neçə cür baxmaq olar. Ən belə deyək, asan, rahat baxış nədir? Bunlar sanki amonyakın törəmələridir. Yəni amonyakda olan hidrogeni çıxarırsınız, əvəzinə radikal salırsınız. Amonyak da bildiyimiz kimi NH3 maddəsidir. Onun əgər bir dənə hidrogen çıxarıb radikal salırsa, buna deyərlər birli amin. Bu birli amindir. Bir dənə hidrogen çıxarıb radikal salmışsınız. Amonyakın hidrogeninin ikisini çıxarıb radikal salırsa, bu ikili amindir. Bu amonyak yazığın 3 hidrogen çıxarıb 3 dənə fərqli, ola bilər eyni radikal üçün fərq eləməz. 3 dənə radikal salırsa, bu artıq üçlü amin adlanır. Bizim ən çox işimiz dostlar olacaq birli aminlərlə bağlı, doymuş monoaminlərlə bağlı işimiz olacaq. Birli deməyim, monoamin deyim. Yəni belə deyək, bir dənə azot olsun. Bu arada ola bilər ki, monoamin yox, diamin də olsun. Yəni belə deyək, 2 dənə amin. Məsələn, bir nümunə yazım sizin üçün. Belə bir şey deyək, baxın. NH2, CH2, NH2. Uşaqlar, bu da amindir ya, sadəcə bu diamindir. Biz amma danışacağıq monoaminlərdən, doymuş monoaminlərdən. Yəni radikal, doymuş radikal olsun və bunların içərisində bir dənə azot olsun. Biz bundan söhbət eləyəcəyik. Onların ümumi formulu nədir? Deməli, sanki alkandan bir hidrogen çıxarıb əvəzinə NH2 qrupu salmışsınız. Onun ördə formulu belə olur. CnH2n plus 1 NH2 və yaxud da hidrogenlərin hər hamısını bir yerə yığsaq, CnH2n plus 3n deyə bir formul alarıq. Və hər halükarda da n böyükdür, bərabərdir 1-dən olacaq. Dəyərli dostlar, keçək növbəti məsələmizə. Adlandırılması məsələsi. Deməli, biz bunu beynəlxalq üsulundan necə adlandıracağıq? Əgər şaxa-maxa yoxdursa, nə bilim, balecə aminlərdirsə, baxın, amin metan, nə bilim, amin etan çox belə rahat bir adlandırma metodu. Yox, əgər görsəniz, artıq uzun karbon zənciridir, biz xüsusi nömrələmədən falandan istifadə edəcəyik. Bunların adlandırılması nitro birləşmənin adlandırılmasına çox bənzəyir. Yəni, yenə də bayaqlar dedik, nitro qrup yaxın olan ucdan nömrələyir. İndi deyəcək, aminlər yaxın, amin qrupu, yəni bu gördüyünüz qrup, yaxın olan ucdan nömrələyəcək. Baxın, görürsünüz, bu gördüyünüz bu hissəyə yaxındır deyə, bu hissədən başladıq nömrələməyə. 1, 2, 3, 4 deyə, baxın, nömrələnib burada hazır bizim üçün. Sonra nə edirik dostlar? Birinci növbədə aminin adını deyirik. Yəni, deyirik 2 amin. Sonra radikalımızın adını deyəcək. Radikalımız metil radikaldır, bu gördüyünüz radikal və 3-cü karbona birləşib. 3 metil, tamam, bu da getdi. Uzun zəncirimizdə də 4 karbon var. Nə deyəcəm buna? Butan deyəcəm buna. 2 amin 3 metil butan deyəcəyik. Keçək növbəti məsələsinə. Bunları səmərəli adlandırmaq da var. Səmərəli adlandıranda biz nə edəcəyik? Dəyərli dostlar, radikalları kiçikdən böyüyə oxuyub, sonra da amin sözü deyəcəyik. Məsələn, buna diqqət edək. Baxın, metil amin, nə bilim, etil amin. Növbəti aminə baxandasa, baxın, burada 2 dənə fərqli radikal görürsünüz. Metil, bir də izopropil görürsünüz. Mən nə dedim? Radikalları kiçikdən böyüyə oxuyacaq. O yüzden birinci metil deyəcəm, sonra izopropil deyəcəm, ən sonunda da amin deyəcəm. Həmçinin, bax, burada da radikalım CH3 radikaldır, bir də CH5 radikaldır. Yəni, metil, sonra etil, sonra amin deyəcəm. Sonra növbəti, burada gördüyünüz kimi üçlü amin verib bizə 3 dənə metil qrupu birləşib. Buna deyəcəm trimetil amin. Bitdi. Keçək bunların izomerliyi məsələsi. İzomerliyi məsələsi demək olar ki, bunlarda nitro birləşmələrə çox oxşayırlar. Məsələ nədir? Nitro birləşmələr kimi bunlarda da həmçinin deməli quruluş izomerliyi var, optik izomerliyi var və NH2-nin yerinə görə olan vəziyyət izomerliyi varmış. Gəlin, baxaq. Deməli, dəyərli dostlar, quruluş izomerliyi deyəndə nə başa düşək? Məsələn üçün bir nümunə yazıram sizin üçün. Deyir ki, CH3, CH2, 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 NH2.
Burada gördüyünüz kimi amin qrupu birinci karbonla birləşir və karbon zəncirimiz dümbələm düzdür. İndi təsəvvür edin, buna diqqət edin. CH3, CH, CH3, CH2, NH2. Yenə də amin qrupu birinci karbonla birləşib, amma bu dəfə zəncirimiz əməli var. Şaxəli, qollu, budaqlıdır. Amma bunlar ikisi bir-birinin izomeridir, quruluş izomeridir bir-birinin. Dahası, bir dənə indi diqqət edin, bax, bu yazacağım iki maddəyə. Yəni, CH3, CH2, CH2, NH2 birinci karbona birləşib və düz bir zəncirimiz var. Onsuz da 3 dənədən fərqli cür zəncir də mümkün deyil. CH3, CH, CH3, 2 NH2-ni bu dəfə ortada 2 karbona birləşdirək. Dostlar, gördüyünüz kimi bu dəfə amin qrupu ikinci karbona birləşdi. Amma karbonun zəncirində bir problem olmadı. Bu da vəziyyət izomerliyi adlandırıla bilər bu iki maddələr. Bir-birinin vəziyyət izomeridir. Dahası, dəyərli dostlar, bir də belə bir şey var. Asimetrik karbon atomu bunlarda varsa, məsələn üçün, gəlin belə eləyək. Bir dənə qırmızı karbon çəkilir burada qəşəng, gözəl göyçək. Ona bir tərəfdən hidrogeni birləşdirək. Buna bir tərəfdən metil radikalını birləşdirək. Buna bir tərəfdən amin qrupunu birləşdirək. Və nəhayət bir tərəfdən də buna etil radikalı birləşdirək. Yəni CH2, CH3 və yaxud da CH5-də yaza bilərsiniz bu radikalı. Gördüyünüz kimi bunun 4 tərəfindən 4 dənə fərqli qrup birləşir və buradakı qırmızı karbon asimetrik karbon hesab olunacaq və bu maddənin optik izomeri var deyəcək. Dəyərli dostlar, amoniakda olduğu kimi aminlərdəki azot atomu da yenə də sp3 birləşmə vəziyyətindədir. Və bir də əsası xassəlidir. Dəyərli dostlar, bunların alınması məsələsi. Əslində bayaqlar bunu dedim, amma hər halda bir daha deyim. Dəyərli dostlar, ən önəmli alınma metodu nitro birləşmələrin hidrogenlə reaksiyasıdır. Ki, bir nümunədə demişdik. Gəlin, başqa bir nümunə deyək. C2H5 NO2 üzərinə gəlirəm hidrogen. Buradan alınacaq. Deməli, C2H5 NH2 üzərinə gəlirəm su. Gördüyünüz kimi nitro birləşmələrdən amin aldıq. Keçirik növbəti məsələmizə. Deyir ki, bizə amoniakın spirtlərlə və yaxud da alkil aminlərin reaksiyasından deməli biz yenə də ala bilərmişik bu möhtərəmləri. Bax, nə baş verir? Deməli, burada belə təsəvvür eləyək. NH3 deyildimi? NH3-ə biz belə baxa bilərik də. NH2H belə baxa bilərik. Həmin o H-la buradakı OH əl-ələ tutaraq əmələ gətiriblər suyu, yerdə nə qalıb? CH5 və NH2 qalıb. Onlar da bir-birinə birləşiblər. Bu gördüyünüz mübarək zatı əmələ gətiriblər. Yəni amin əmələ gətiriblər. Və yaxud da uşaqlar alkil deməli halogenidlərin üzərinə amoniak gələ bilirik. Dostlar, bunu necə başa düşək? Deməli, təsəvvür edin. Bax, burada 2 mol amoniak verilibdir. Mən uşaqlar, indi belə bir şey yazacağam. Əslində, başa düşməyimiz üçün bunu yazıram, amma yəni belə deyil. Normalda biz buna belə bir şey kimi baxa bilərik. NH2 və NH4 kimi baxa bilərik. Yəni, 6 dənə hidrogen var, 2 dənə azot var. Yəni, heç problem yoxdur. Dostlar, bax, buradakı, deməli, xloru birləşdirək bununla. Nə alındı? NH4 xlor alındı. Yerdə qalan bu hissə ilə də bu NH2-ni birləşdirək. Aha da bunu aldıq. Deməli, dostlar, biz rahat bir şəkildə ala bildik aminimizi. Keçən növbəti məsələmizə fiziki özəlliklərinə, fiziki xassələrinə baxaq. Deməli, metil amin, etil amin və dimetil amin. Yəni, karbon sayısı 2 olan aminlər suda yaxşı həll olan və amoniak qoxulu qazlardır. Qazlardır, uşaqlar. Buna diqqət edək. Qazlardır. Dahası, sonrakı aminlər isə xarab balıq verən mayelərdir. Uşaqlar, bu maye qaz olması hissəsinə xüsusən diqqət edək. Ali aminlər, necə ki, ali spirtlərdə qoxu yox idi, deyirdik. Ali aminlərdə də dostlar, qoxu yoxdur və bərk maddələrdir. Sonra dahası, emir artdıqca suda həll olma azalır. Ümumiyyətlə, üzv birləşmələrinin böyük bir qismində bu şeyi görəcəksiniz. Emir artdıqca bunların suda həll olması azalır. Dəyərli dostlar, birli və ikili aminlər hidrogen rabitəsi əmələ gətirirlər. Amma üçlü aminlərdə isə hidrogen rabitəsi olmur. Sadəcə olaraq aminlərin hidrogen rabitəsi spirtlərin hidrogen rabitəsindən biraz daha zəifdir və buna görə də eyni emirə malik olan, deyək ki, aminlə spirti müqayisə eləsəz,
Aminin qaynama temperaturu spirtinkindən daha aşağı olur. Spirtlərdə hidrogen rabitəsi daha möhkəmdir. Belə. Keçək növbəti bunların kimyəvi xassələrinə. Dəyərli dostlar, doymuş amillər əsası xassəlidir və buna görə də lakmusu göyərdirlər. Nə baş verəcək? Dostlar, amillər üzvü əsaslardılar. Su ilə alkil, amonium hidroksid əmələ gətirirlər. İndi birazdan bu reaksiyanı yazacağım sizin üçün. Turşularla da nə əmələ gətirirlər? Alkil, amonium duzları əmələ gətirirlər. Və bunların uşaqlar hər ikisində diqqət edin, donor-akseptor rabitəsi var. Uşaqlar, mən suyu belə yox, HOH şəklində yazacağam. Nə baş verəcək? Dəyərli dostlar, deməli, yazıram CH3, NH2 daxil. Bu hidrogeni də qoyuram NH2-nin yanına. Yəni olur NH3. Sonra bunu qəşəng bir mötərizəyə alıram və yerdə qalan OH-ı da birləşdirirəm buna. Baxın, bu gördüyünüz olacaq alkil ammonium hidroksiddir. Yəni metil ammonium hidroksid. Daha dəqiq desək. H-xlorla da birləşməsi tam-tamına bu məntiqləndir. Yəni yenə də hidrogen gəlir bunun yanına. Nəticədə CH3, NH3. Bunu qəşəng mötərizəyə alırıq. Xlor da gətirdik bunun yanına. Və bu da nə oldu dostlar? Metil ammonium xlorid duzu oldu. Duzdur ya uşaqlar. Baxın, bu duzdur. Buna diqqət edək. Və alkil ammonium duzları parçalana bilirlər. Əslində uşaqlar, bu gördüyünüz maddə var. Yəni metil ammonium hidroksid, ümumiyyətlə alkil ammonium hidroksid davamsız birləşmədə tez parçalana bilirlər. Və eyni zamanda burada da biz bunu müşahidə edəcəyik. Metil ammonium duzları, alkil ammonium duzları qələvlərin təsirindən parçalana bilirlər. Yəni nə baş verir? Natrium gəlir, götürür buradakı bronu, alınır natrium bron. Əvəzinə OH-ı verir ona. Əslində buradan gördüyünüz CH3, NH3, OH maddəsi alınır. Sadəcə davamsızdır o maddə. Suyunu geriyə verir və aminə çevrilir. Belə deyək. Sonra bu duzlar həmçinin dissosiasiya edə bilirlər. Başqa duzlar kimi həll olan duzlardır. Həll olan duzlar kimi də dissosiasiya edə bilirlər. Yəni turşu qalığı və yerdə qalan qalıq. Turşu qalıq mənfi, yerdə qalan qalıq da müsbət olur. Daha sonra uşaqlar, amoniakı gəlin yadımıza salaq. Amoniak NH3 normalda yadınızda qalsın ki, havanın oksijenindən yanmır. Havanın oksijenindən yanmayacaq. Amma nə baş verir dostlar? Bu reaksiya getmirdi. Əgər amoniak təmiz oksigen olacaqsa, bundan iki cür reaksiya daxil olacaq. Əgər bu yanmadırsa, N2 və H2O alınacaqdır. Əgər bu katalitik oksigenləşmədirsə, o zaman nə olacaq dostlar? Bu zaman NO və H2O alınacaq. Bunu elə belə yadda saxlayaq, yadımıza düşsün deyə dedim. Dəyərli dostlar, amma amoniakdan fərqli olaraq aminlər havada yanırlar. Havada yananda da, baxın, bunun içində karbon var, deməli, karbon qazı əmələ gəlir. Bunun içində hidrogen var, deməli, su əmələ gəlir. Azot da yanmayan maddədir, elə öz başına da çıxacaq bu şəkildə. Keçək növbəti məsələmizə. Dostlar, aminlərin dedik ki, əsası xassəsi var. Çünki aminlər NH3-ün törəmələridir. Dəyərli dostlar, belə bir şey var. Normalda, əgər aminlərdə alkil radikalı olarsa, bunlar əsası xassəni biraz da gücləndirir. Yəni, nə demək istəyirəm? Çörək ana dilimizə. Baxın, nə demək istəyirəm. Deməli, təsəvvür edin, belə bir maddəmiz var. Amoniak. Mən amoniakın içərisində hidrogenin birini çıxarıb əvəzinə metil radikalı salıram. Yəni, baxın, belə edirəm. Deməli, CH3, NH2. Bunun əsas xassəsi amoniakdan daha güclüdür. Mən neyindirəm? Bunun içində hidrogenin birini də çıxardıram. Əvəzinə hidrogen radikal salıram. Olur CH3 2 dəfə NH. Bunun əsas xassəsi biraz da gücləndi. Götürürəm bu amoniak yazın, bir dənə aman zaman hidrogeni qalmışdı. Onu da çıxardıram, əvəzinə radikal salıram və aminlərin əsas xassəsi biraz da güclənir. Baxın, bu istiqamətdə əsas xassə güclənir. İndi uşaqlar, əgər mən aminlərdəki hidrogeni fenil radikalına, yəni benzolun radikalı var idi ya, onunla əvəz eləsəm, o zaman əsası xassə zəifləyəcək. Nəticədə nə baş verir? Baxın, deyək ki, məsələn üçün C6H5 NH2 verilibdir. Bax, bunun əsas xassəsi amoniakdan daha zəifdir.
Deyək ki, məsələn üçün, hidrogen birini də çıxartdım. C6H5 2 dəfə NH. Biraz zəifləyir. Birini də çıxardıram. C6H5 3 dəfə N. Daha zəifləyir. Onu belə çıxır ki, baxın, bu istiqamətdə ümumiyyətlə yuxarıdan aşağı doğru getdikcə əsası xassəsi güclənir. Deməli, amoniakdan aşağıya gedəndə əsas xassəsi zəifləyir, yuxarıya gedəndə əsas xassəsi güclənirmiş. Bunun əslində bir səbəbi var. Alkil radikal normada elektrodonordur. Və bu nə edir? Azotun elektron sıxlığını artırır və əsas xassəsini gücləndirir. Amma fenil radikalsa elektron akseptordur. Bu azotun elektron sıxlığını azaldır və əsas xassəni zəiflədir. Belə, dəyərli dostlar, amillər harda tətbiq olunacaq? Amillərdən inhibitorlar alınması üçün istifadə olunacaq. Dostlar, inhibitor kimyəvi reaksiyanın sürətini zəiflədən maddələrə deyirdilər. Sonra amillərdən dərman kimi istifadə olunur. Sonra amillərdən yuyucu vasitələrin alınmasında istifadə olunacaq. Həmçinin heksametilen diamindən naylon lifə istehsal olunur. Sonra heksametilen diamin nədir? Ümumiyyətlə, metilen qrupu, baxın, budur, CH2-dir. Heksametilen nə deməkdir? Yəni, CH2, CH2, CH2 belə bir-birindən 6 dənə əl-ələ verib birləşib. Onu elə də yazırlar, baxın, belə də yazırlar. CH2 6 dəfə. Bu heksametilen deməkdir. Bunun hər iki tərəfindən də amin qrupu birləşir. Və buna deyərlər heksametilen diamin. Və bu da naylon lifin alınmasında istifadə olunan maddəymiş. Dostlar, növbəti bir anilin barəsində söhbət edək. Anilin əslində aromatik amindir. Yəni, benzol nüvəsi ilə bir dənə hidrogeni çıxarmışıq, əvəzinə amin qrupu salmışıq. Və bu maddəyə biz anilin də deyəcəyik, amin benzol da deyəcəyik və yaxud da fenil amin də deyəcəyik. Bunu almaq üçün nədən istifadə edəcəklər, dostlar? Nitrobenzolun deməli amonium sulfidindən reaksiyasından istifadə etmiyorlar. Bu zinin reaksiyası da adlanır. Düz son dövrlərdə o qədər populyar reaksiya deyil, amma hər halda bilməmiz lazımdır. Zinin reaksiyasından alınacaq anilin, alınacaq kükürt, su və amoniak. Bunlara dostlar diqqətli olaq. Amma hal-hazırda sənayedə biz nə edirik? Daha amonium sulfiddən istifadə eləməyəcəyik. Biz hidrogendən, atomar hidrogendən istifadə edəcəyik. Atomar hidrogeni almaq üçün də dəmir qırıntıları ilə xlor turşusu reaksiya aparacaq. Buradan ilk öncə atomar hidrogen çıxacaq və atomar hidrogen bu prosesi biraz sürətləndirəcək. Yəni, daha sürətli biz nə alacaq? Anilin ala biləcəyik. Amma dostlar, yəni, əgər atomar oksigen deyil də, biz katalizatorun falanın iştirakı ilə də rahat bir şəkildə molekulyar hidrogen götürüb bu prosesi apara bilərik. Deməli, nə baş verəcək? Eyni məntiqdir. Sadəcə olaraq nə edəcək? NO2-nin üstündən molekulyar hidrogen gələcək. Və burada da NH2 və H2 alınacaq. Yəni, anilin və su alınacaq. Dahası, dostlar, növbəti bir alınma metodu xlor benzolunun üstünə amoniakla təsir eləyəcək. Burada mahiyyət çox bəsitdir. Yəni, NH3-ü mən baxın belə yazıram. NH2H yazıram. Və H-la xlor, baxın, bu xlorla bu H əl-ələ tutub H xlor əmələ gətirdilər. Baxın bunu. Yerdə qalan C6H5 və NH2-də birləşərək gördüyünüz bu möhtəşəm maddəni əmələ gətirirlər. Fizik xassələrinə gəlincə, dostlar, anilin necə maddədir? Anilin xarakterik özünə məxsus bir qoxusu var, rəngi yoxdur, dəyərli dostlar. Sudan ağırdır, yağa bənzər zəhərli mayedir. Su da az həll olur. O qədər yaxşı həll olan maddə deyil, ümumiyyətlə pis həll olan maddədir. Spirt, efir və benzolda isə yaxşı həll olur. Havada qismən oksijendə də rəngi tündləşir və qara anilin alınır. Sonra dahası, gələk bunların kimyəvi xassələrinə. Anilin ümumiyyətlə, bayaqlar demişdik ki, amoniakda hidrogeni əgər biz fenil radikalinə, yəni benzolun radikalinə birləşdirsəydik, onun əsas xassəsi zəiflərdir. Həmçinin burada da əsas xassəsi zəifləyir. Və o qədər əsas xassəsi zəifləyir ki, hətta lakmusun rəngini dəyişmir. Amma biz bayaqları aminlər barəsində danışanda deyildik ki, onlar lakmusun rəngini dəyişirlər. Amma anilin dəyişə bilmir. Biz bayaqları aminlərin su ilə reaksiyasından deməli, alkil ammonium hidroksid alırdıq. Amma anilin su ilə reaksiyaya girməyəcək. Fərqlərə baxın. Sonra, dəyərli dostlar, gəlin bunların əsası xassəsinə baxaq. Əsası xassəsi düzdür, zəifdir, amma yenə də var. Turşularına reaksiya edəcək. Bayaqki məntiq hidrogen veririk bunun yanına, alınır C6H5NH3 və xlorda birləşir. Gördüyünüz kimi kvadrat mötərizəyə aldıq. Kompleks bir duz əmələ gəldi burada. Dahası,
Bu duzlar da yenə də qələvlərin təsirindən parçalanırlar. Baxın, natrium götürür, bromu alınır, natrium bromid. OH da bromun yerinə girir. Sadəcə əmələ gələn maddə davamsız olur, dərhal parçalanır. Parçalananda da OH qrupu bu NH3-dən bir dənə hidrogeni götürür özünə, yəni su kimi çıxır. OH şəklində çıxmır. Yerdə də qalır Cl5, NH2. Keçək növbəti məsələmizdə. Dəyərli dostlar, kimya xassələri davam edirik. Bu dəfə biz benzol nüvəsinin daxil olduğu reaksiyalara diqqət edəcəyik. Dəyərli dostlar, benzol nüvəsi deməli amin qrupu 2-4-6 vəziyyətində olan karbonlara təsir edərək onların hidrogenlərini mütəhərrikləşdirir, yəni əvəz olunmağa meyilli bir hala gətirir. Buna görə də bunlar bromla deməli reaksiyaya daxil olurlar və ağ çöküntü verirlər. Yəni bunlar bromlu suyu rəngsizləşdirirlər. Dəyərli dostlar, nə baş verir? Burada bax bu nöqtələrdə hidrogenlər bromların biri ilə reaksiyaya daxil olaraq 3 mol H brom əmələ gətirirlər və yerdə qalan o hidrogenlər çıxmış hidrogenlərin yerinə də brom daxil olur. Nəticədə 2-4-6 tribrom anilin alınır. Dostlar, anilin nə üçün tətbiq olunacaq? Anilin boyaların alınmasına, dərman maddələrin alınmasına, həmçinin özünəməxsus plastik kütlələrin alınmasında istifadə olunacaq dəyərli dostlar. Sonra anilin təyini məsələsi. Bunlar bromlu suyu rəngsizləşdirir. Yəni 2-4-6 tribrom anilin adlı ağ çöküntü əmələ gətirəcək. Həmçinin xlorlu əhəngin təsirindən bunlar bənövşəyi rəng alırlar. Bu iki deməli proses anilin təyini məsələsidir.